Bir qadından soruşanda ki necəsən, o cavab verir: mən yaxşıyam. Mən sənə deyim, o qadın heç yaxşı deyil. O qadın elə problemlərlə döyüşür ki, sən heç təsəvvür edə bilməzsən. Hər gün mübarizə aparır ki, səni bağışlamaq üçün bir səbəbi olsun. Mən yaxşıyam deməyinə səbəb bir qadın kimi bilir. Onun dərdi sənin heç vecinə deyil. Elə tənha hiss edir ki özünü. Nə səsindən anlayan var, nə də səssizliyindən. Xoşbəxtlik qani olmağı bilənlərə məxsusdur. Onda nə mənası var bu barədə danışmağın? Amma dinlə məni. Mən səni anlayıram. Çünki mən də yaxşıyam. Bir qadından soruşanda ki necəsən, o cavab verir: mən yaxşıyam. Mən sənə deyim, o qadın heç yaxşı deyil. O qadın elə problemlərlə döyüşür ki, sən heç təsəvvür edə bilməzsən. Hər gün mübarizə aparır ki, səni bağışlamaq üçün bir səbəbi olsun. Mən yaxşıyam deməyinə səbəb bir qadın kimi bilir. Onun dərdi sənin heç vecinə deyil. Elə tənha hiss edir ki özünü. Nə səsindən anlayan var, nə də səssizliyindən. Xoşbəxtlik qani olmağı bilənlərə məxsusdur. Onda nə mənası var bu barədə danışmağın? Amma dinlə məni. Mən səni anlayıram. Çünki mən də yaxşıyam. Bir qadından soruşanda ki necəsən, o cavab verir: mən yaxşıyam. Mən sənə deyim, o qadın heç yaxşı deyil. O qadın elə problemlərlə döyüşür ki, sən heç təsəvvür edə bilməzsən. Hər gün mübarizə aparır ki, səni bağışlamaq üçün bir səbəbi olsun. Mən yaxşıyam deməyinə səbəb bir qadın kimi bilir. Onun dərdi sənin heç vecinə deyil. Elə tənha hiss edir ki özünü. Nə səsindən anlayan var, nə də səssizliyindən. Xoşbəxtlik qani olmağı bilənlərə məxsusdur. Onda nə mənası var bu barədə danışmağın? Amma dinlə məni. Mən səni anlayıram. Çünki mən də yaxşıyam. Bir qadından soruşanda ki necəsən, o cavab verir: mən yaxşıyam. Mən sənə deyim, o qadın heç yaxşı deyil. O qadın elə problemlərlə döyüşür ki, sən heç təsəvvür edə bilməzsən. Hər gün mübarizə aparır ki, səni bağışlamaq üçün bir səbəbi olsun. Mən yaxşıyam deməyinə səbəb bir qadın kimi bilir. Onun dərdi sənin heç vecinə deyil. Elə tənha hiss edir ki özünü. Nə səsindən anlayan var, nə də səssizliyindən. Xoşbəxtlik qani olmağı bilənlərə məxsusdur. Onda nə mənası var bu barədə?